Hətta ki, məsələn, eşitdiyiniz icra başçısı desin ki, bizim məsəl üçün iş adamlarımız var da. Məsələn, bizim insanlarda biraz yeribazlıq şey var. Məsələn, Qazaxlı, Gəncəli, Tozlu, İmişli, Lənkəranlı, düzdür. Hər rayonunda ya Almaniyada, ya Rusiyada, ya Fransada mütləq ki bir iş adamı, bir-iki iş adamı var. Yəni kifayət qədər pullu iş adamı. Hətta Bakıda olanlar var da indi. Bakıda iş adamı. Məsələn, eşitdiniz icra başçısı desin ki, biz məsəl üçün İmişlinin iş adamlarla danışdıq, onların öz rayonumuza, doğma rayonlarına investisiya qoymağa cəlb elədik, onlara şərait yaratdıq və onlar gəldi burada zavod, fabrika açdı. Məsələn, 200 adam işlədi. Eşitmisiniz? Yox, eşitməmişsiniz. Halbuki bu məsələ onların qarşısına məqsəd kimi qoyulmuşdur. Təbii qoyulmalıdır. Zaten büdcədən asılı. Bilirsiniz, investisiya cəlb olunma, region, bax, məsəl üçün, kənddə gedirsən, kənd yolu yoxdur. Cəmaət deyirəm, prezident hara baxır. Qardaş, bu kənd yolu prezidentə qədər. İndi belə deyək, yolu çəkməli olan o bayaq orduda müqayisə elədiyim kimi serjantdırsa, yolu çəkməli olan. Sən deyirsən, general hala baxır. Generala, serjantdan sonra leytenant var, kapitan var, mayor var, filan var, filan filan. Amma hamı birinci kimi görür, ordu generalını. Düzdür ya yox. Ya o baxımdan da əslində bunlar öz generallarını belə deyək də reytingini aşağı salırlar. İzah eləyə bildim. Yol pis çəkirlər, çəkmirlər. Bir işdə də sən, məsəl üçün deyək də, Azərbaycanda 5000 kənd var. Ümumən belə orta kobud gözlə 5000-ə yaxın kənd var. Prezident və ya hər hansı bir nazir o kəndlərin bir-bir tanımaya bilər. Amma bir icra başçısının maksimum 50 kəndi var da, hə? Ha bu 50 kənddə sən bu 50 kəndin probleminlə məşğul olmaz. Hər kəndində bir şey nümayəndəsi var da, sən çağırırsan. Yəni mexanizm, sistem var, işlətmirlər.